Dostlar, sabahınız xeyir olsun. Sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Deməli, dünənləri Neftçalıya gələrkən yolüstü marketlər şəbəkəsindən birinə daxil oldum və satıcının xeyli tərifləməsindən, halal mal olmasını dedikdən sonra aldığım bu halal zəhmət markasından olan kalbasanı sizinlə bölüşəcəm ki, dünən kalbasanın yarısını yemişik, o ayrı məsələ. Bu günləri səhər doğrayanda nə görsəm yaxşıdır. Kalbasanın içindən dəmir, metal, hansı adı istəyirsinizsə qoya bilərsiniz. Bax, bu yad cisim var. Biraz yaxınlaşdırım. Bax, bu yad cisim mənim, ailə üzvlərimizin hər hansı birinin boğazına getsə, mədəsinə getsə, hər hansı bir bədbəxt hadisə baş versə, bu halal zəhmət markası görəsən məhsul